İsrail'dən əli üzülən və neftin kəskin ucuzlaşması ilə hakimiyyətini itirmək təhlükəsi ilə üzləşən İlham Əliyev artıq hər yerdən əli üzülüb Avropaya üz tutubdur. İlham Əliyev Avropa Məhkəməsinin qərarlarının icra edilməsi üçün göstəriş verib. Bu gündən istər müxalifətçi olsun, istər müxalifətçi olmasın, kimin barəsində Avropa Məhkəməsi qərarı varsa, hamısı icra olunmağa başlayıb. Hamısı icra olunmağa başlayıb və təzminatlar ödənilməyə başlayıb. İlham Əliyev bunu etməklə özünü Avropaya demokratik göstərir və Avropa Şurasına qayıtmaq üçün oyun oynayır. İlham Əliyev hazırda dirənibdir, hakimiyyətini itirmək üzrədir. Tam da o astanaya gəlib çatıb hakimiyyətini itirmək astanasına. Son ümid yeri Avropadır. Avropanın İlham Əliyevə qucaq açıb açmayacağı hələ ki sual altındadır. İranla əlaqələr düzəlir, Rusiyanın sanksiyası yumuşaldılır, Venezuelanın nefti bu yandan da sürətli kəmər çəkilir. Nigeriyadan tutmuş ta Avropaya, İtaliya, Avropaya qədər. Belə bir vaxtda Avropa İlham Əliyevə ehtiyacı qalmır. Üstəlik dünyanın böyük güclərinin qələmini qırdığı İlham Əliyev Avropaya heç lazım deyil. Özünü tanıyan rəhbərlər, Avropa ölkələrinin rəhbərləri İlham Əliyevlə görüşdü mü? Macron Ermənistana qədər gəldi, İlhama salam verdi mi? Almaniyadan deyim, başqalarından deyim,